لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك إن الحمد والنعمة. Qurbanlıq. Bu söz sənin üçün nə ifadə edir? Qurban, Allaha yaxınlaşmaqdır. Çünki qurban sözünün mənası da elə budur, yaxınlaşmaq. Amma necə? Qurban nəfsini fəda etmək deməkdir. Yəni qəzəbini boğmaq, təkəbbürlükdən imtina etmək, harama yox deyə bilmək, sənə sevimli olan şeyləri, malını, vaxtını, rahatlığını Allah üçün qurban vermək deməkdir. Qurban, səcdədə əyilən alın, Allaha sığınan qəlbdir. Bu yalnız bir heyvanın qanını tökmək deyil. Bu daxili cihadın, nəfsinlə mübarizənin simvoludur. Əgər biz bu ruhu anlamasaq, qurbanlıq sadəcə bir adət olar, ruhsuz, mənasız bir vərdiş. Nədir qurbanın həqiqi mənası? Qurban, Allaha yaxınlaşmaqdır. Qurban, nəfsini fəda etməkdir. Qurban, ya Rəbb, sənin üçün hər şeydən keçərəm deyib əməl etməkdir. Amma bugün bəziləri qadınlarının başlarını örtməyə belə cəsarət edə bilmir. Övladlarını küfür və fəsad dolu məktəblərdən çıxartmaq onlara ağır gəlir. Namazı vaxtında qılmaqla, biraz sədəqə verməklə özlərini İslamda sayırlar. Lakin İslamın həqiqətini yaşamaq onlara ağır gəldi və saflarını dəyişdilər. Allahı deyil, xalqı razı salmaq yolunu seçdilər. İbrahim əleyhissalam oğlunu qurban etməyə hazır idi. Canından keçməyə, sevdiyindən əl çəkməyə hazır idi. Biz isə nə qədərindən keçə bilirik? Unutma, qurbanlıq sadəcə heyvan kəsmək deyil. Qurban, nəfsini dünyada olan bağlılığını qurban vermək deməkdir. Qurban, nəfsini fəda etmək deməkdir. Qurban, iman uğrunda acıdan, çətinlikdən keçmək deməkdir. Quran-ı Kərimdə Allah Əzzə və Cəllə buyurur, onların nə əti, nə qanı Allaha çatmaz. Allaha çatan yalnız sizin təqvanızdır. Həc surəsi 37. Bu qurban bayramında bir anlıq dur, düşün. Qurbanın sənə nə verir, nə deyir? Bir zamanlar İbrahim əleyhissalam öz övladını, can parçasını Allahın əmrinə görə qurban etməyə hazır oldu. O övlad ki, illərlə dua edib gözləmişdi və bu əmri eşitdikdə tərəddüd etmədi. Çünki bilirdi ki, bu dünya fani, Allah isə əbədi və əzizdir. Əgər sən qurbanlığın nə anlama gəldiyini anlamırsansa, bil ki, kəsdiyin Allaha yaxınlaşdıran bir ibadət deyil, sadəcə bir heyvan kəsirsən. Qurbanlıqda əsas məsələ Allaha səmimi yaxınlıq, təslimiyyət və təqvadır. Allah bizləri təslim olan qullarından etsin. Amin.